cinsi əlaqədə olması imkansız bir şeydir. Oğlan uşağı üçün psixoloji travma bərpa edə bilirik və tam fiziolojik vəziyyətə gətirmək mümkündür. Salam hörmətli YouTube kanalı izləyiciləri. Oğlan uşaqlarında uroloji problemlərdən videolar çəkməyə davam edirik. Öncəki videolarda xaya və cinsiyyət orqanı haqqında səhifəmizdə paylaşımlar etdik, videolara məlumatlandırdıq və hal-hazırki videomuz isə oğlan uşaqlarında cinsiyyət orqanındakı əyriliklər, yəni penil kordi deyirik, kurvatur deyirik, yəni əyrilik qısacası. Oğlan uşaqlarında xüsusilə valideynlərin diqqətini çəkən məsələlərdən biri də orqanın sola və ya sağa, daha çox da ön hissəyə doğru, yəni ventral hissəyə doğru əyrilməsidir. Nadirən arxaya doğru olur, amma daha çox dediyimiz istiqamətlərdə olur. Bunlar nə zaman əhəmiyyətlidir? Yəni əhəmiyyətli dediyim, yəni nə zaman problem yarada bilər? Tibbi olaraq əhəmiyyət kəsb edir və biz ona müdaxilə etməliyik. Bu hər zaman olurmu? Xeyr. Xüsusilə 15-20 dərəcə önə və ya yana olan əyriliklər sünnət sırasında edilən degloving mərhələsi, yəni dərini arxaya doğru ayırıb, xüsusi bantlar var orqanın yanlarındakı o fibrotik bantlar. Onları sərbəstləşdirməklə düzəlir. Adətən 30 dərəcə və üzərində olan əyriliklər isə bu cordial release dediyimiz, yəni həmin o bantları sərbəstləşdirməklə düzəlməzsə, yaxud da bantları sərbəstləşdirdikdən sonra 30 dərəcənin altına düşürsə, bu uşaqlara arxa hissədən orqanı düzləndirici xüsusi bir dikiş qoyuruq. Sünnət sırasında yaxud da əməliyyat sırasında. Bundan sonra əgər baxsaq ki, əyrilik dərəcəsi 30 dərəcənin altına düşüb, bu zaman orqanın arxa hissəsindəki qeyd etdiyim kimi dikişlə normal vəziyyətə, yəni düz vəziyyətə gətirmək mümkündür. Yox, əgər 30 dərəcənin üzərindədirsə əyrilik, o zaman fərqli bir əməliyyat icra edirik. Yəni korpusları ön tərəfdən o cinsiyyət orqanında xüsusi kəsiklər etməklə orqanı tam düz vəziyyətə gətirmək mümkündür. Ümumiyyətlə fiziolojik problem yarada bilərmi? Təqribən tibbi olaraq 60 dərəcə və üzərində olan əyriliklər ümumiyyətlə bu insanların yəni cinsi əlaqədə olması imkansız bir şeydir. Sadəcə 30 dərəcə olduğu zaman bu insanlar fiziolojik olaraq cinsi aktı yerinə yetirə bilər. Amma təbii ki, bu bir psixoloji travmadır. Yəni cinsiyyət orqanında ciddi bir əyrilik varsa, bu həqiqətən bir kişi cinsi üçün, oğlan uşağı üçün psixoloji travma olur. Xüsusilə ereksiya zamanında da bu daha qabarıq şəkildə görülür. Bir də orqanın sola, yana, arxaya doğru rotasiyaları mövzudur. Penil torsiyonlar deyirik bunlara. Burulmalar olur yəni. Böyük əksəriyyətini sünnət elədiyimiz zaman ya sərbəstləşdirməklə, yaxud da kiçik dikişlər qoymaqla bərpa edə bilirik və tam fiziolojik vəziyyətə gətirmək mümkündür. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.